Əgər 18-ci əsrin sonlarında Fransada yaşasaydınız, təqviminiz digər ölkələrdən fərqli görünəcəkdi. Çünki bir zamanlar Fransada insanlar illəri, ayları və günləri tamamilə fərqli adlandırırdılar. Bu, tarixdə bəlkə də ən qəribə və radikal zaman ölçüsüdür. Fransa İnqilab təqvimi. 1793-cü ildə Fransa monarxiyası devrildi və inqilabçılar yeni bir sistem qurmağa başladılar. Onların məqsədi yalnız kralı və kilsəni yox etmək deyildi, eyni zamanda köhnə sistemin simvollarını da silmək istəyirdilər. Bu simvollardan biri də xristianlıqla bağlı olan Qriqoryan təqvimi idi. Yeni respublika yeni bir zaman ölçüsü tələb edirdi. İnqilabçılar vaxtın özünü sıfırladılar. Təqvim 22 sentyabr 1792-ci ildən respublikanın elan edildiyi gündən başlayırdı. Fransız Respublika təqvimi bir çox cəhətdən radikal və yenilikçi idi. Bir il 12 aydan ibarət idi. Hər ayda 30 gün vardı. Amma bu ayların adları tamamilə fərqli idi. Ay adları təbiət hadisələrinə əsaslanırdı. Bu, həm də inqilabçılara uyğun olaraq kənd həyatının və əkinçiliyin önəmini vurğulayırdı. Yeni təqvimdə həftələr 10 gündən ibarət idi və hər həftə dekad adlanırdı. Günlərin adları isə belə idi: Primidi, Duodi, Tridi, Quartidi. Ən qəribəsi odur ki, artıq insanlar hər 7 gündən bir yox, 10 gündən bir istirahət edirdilər. Bu isə işçilər arasında narazılığa səbəb olurdu. İldə artıq qalan 5 və ya 6 gün bayram günləri idi. Hər biri inqilabi dəyərlərə həsr olunmuşdu. Əmək günü, inam günü, ağıl günü və s. adlar ilə qeyd olunurdu. Bu eksperiment cəmi 12 il davam etdi. 1806-cı ildə Napolyon Bonaparte hakimiyyətə gəldi və Fransız İnqilab təqvimini ləğv etdi. Qriqoryan təqvimi yenidən tətbiq olundu. Çünki yeni təqvim praktiki baxımdan çox çətinlik yaradırdı və xalq arasında geniş qəbul olunmamışdı. Fransız inqilabçılar üçün təqvim sadəcə zaman ölçüsü deyildi. Bu, onların dünyanı necə dəyişmək istədiklərinin simvoluydu. Onlar inanırdılar ki, köhnə düşüncəni dəyişmək üçün əvvəlcə zaman anlayışını dəyişmək lazımdır. Bugünkü təqvimimiz sabit görünsə də, tarixdə zaman anlayışına qarşı çıxanlar çox olub. Və bəzən bir inqilab sadəcə hökmdarı yox, saatı da devirir.